Deməli, lap qədim zamanlarda Azərbaycan məktəblərində sinifkom deyə anlayış var idi, sinif nümayəndəsi. Amma lap qədim dövrlərə gedəndə hər tayfanın, hər obanın, hər elin, hər təşkilatın bir rəhbəri olurdu. Və buna da belə deyək, bəy, xan, tayfa başçısı deyirdilər. Bu proses uzun dəyişir. İndi siz bir sinifdəsiz, hər sinifin bir 15-16 nəfər uşağı var, şagirdi var, yəni bilgəsi var. Bu bilgələrin də bir dənə nümayəndəsi olmalıdır. Baxın, siz hal-hazırda bizim 3 liseyin siniflərinin seçdiyi bilgələrsiniz. Bilgə niyə qoymuşuq, bu adı da bilməyiniz lazımdır. Ona görə ki, bilgə deyəndə biz bilən, hər şeyə sahib olan, müdrik, çox geniş biliyə sahib olan ağıllı adamlara bilgə deyirlər. Qədim türk dövlətlərində Bilgə Kağanı tanıyırsınız yəqin ki, Nəsimi liseyimizdə böyük bir şəkillə vurmuşuq. Bilgə Kağan, yəni hökmdardır, amma biliyi ilə, savadı ilə, tarixə yazdığı notlar ilə, tarixdə keçdiyi hadisələr ilə, belə deyək, gördüyü işlərlə yadımızda qalan. Ona görə biz sizi bilgə adlandırırıq. Onun da qabağına bir dənə bala bilgə qoyuruq. Bala bilgə olsun, biraz balacaqsınız da, hələ böyüməmsiniz. Daha böyük müdrik olub, daha ağıllı uşaqlar olacağınız dövrdə daha fərqli, belə deyək, səviyyələrə gəlib çatacaqsınız. İndi sizin, yəqin ki, oxumusunuz, bu bilgələr niyə seçilir? Siz hər bir sinifin nümayəndəsisiniz. Bu sinifdən seçilən şəxslər ki, bilgələr, məktəbin bilgə toyunu, yəni toplantısını, təşkilatını müəyyənləşdirir. Onun içərisindən bir də məktəb bilgəsi seçilir. İndi biz sizdən nə istəyirik, uşaqlarımız, əzizlərimiz? Biz deyirik ki, sizin sinif yoldaşlarınız, sizin sinifdəki problemləriniz bizə doğru düzgün çatsın. Şəxsən mənim üçün və ya da rəhbərlik üçün. Ola bilər ki, filialımızda hansısa bir sizin xoşunuza gəlməyən hadisə var. Siz elə bil ki, məktəbin içindən idarə etməsi var da. Bir müəllimlərdən ibarət olan müdür müavini filan. Siz də həm uşaqlardan ibarət olan bir dənə ikinci bir təşkilatsınız. İkinci bir təşkilatdır. Yəni siz uşaq hüquqlarının müdafiəsi, uşaq hüquqlarının qorunması, uşaq arzu və istəklərinin çatdırılması, uşaqların etirazlarının bizə gəlib çatması üçün vacib olan adamlarsınız. O baxımdan sizdən böyük ümidimiz var. Siz özünüzü uşaq kimi aparmayacaqsınız. Uşaq kimi aparsanız da ağıllı uşaq kimi aparacaqsınız. Birinci məktəbimizdə, ümumiyyətlə ölkəmizdə, təhsilin bu günkü durumunda istəyirik uşaqlarımızın tərbiyəsi, davranışı, mədəniyyəti, milliliyi, ağlı, kamalı yüksək səviyyədə olsun. Yəni siz fərqlənəsiniz. Qıraqdan göstərsinlər ki, bu hədəfin şagirdidir. Hədəfin bala bilgəsidir. Davranışı ilə, rəftarı ilə, ünsiyyəti ilə etiraz etmək kültürü deyə bir şey var. Bilirsiniz də nədir? Yəni şikayət eləmək, sizin hər birinizin şikayət eləmək, etiraz eləmək, haqqınızı tələb eləmək hüququnuz var. Amma bəzən bizim insanlarımızın ən böyük problemi nə olur? Haqq və hüquqlarını doğru düzgün ifadə eləyə bilmir. Məsələn, haqlı olduğu durumdan haqsız duruma düşür. Verəcəyi fikri, ifadəni çox yanlış şəkildə səsləndirir, qarşı tərəfi qızıqlandırır və yaxud da qarşı tərəfin xoşuna gəlmir. Ona görə siz o qədər belə kamil uşaqlar olmalısınız ki, görən problemi çox belə ədəbli, ərkanlı, bütün qaydalara uyğun olaraq çatdıra biləsiniz. Məsələn, tutaq ki, görürsünüz ki, nə bilim, bir müəllim sinifdə uşaqlara qarşı şiddət, nə bilim, sizin dilinizdən desək, uyğuluyur. Hansısa bir kobud olub, səsini yüksəldib, ki, kimsə kimsəni vura bilməz. Şiddət deyəndə biz səsli şiddətdən deyək, sözlü şiddətdən deyək və siz də bunun haqqını qorumalısınız. Burada durub müəllimə qarşı hörmətsizlik eləmək, kobudluq eləmək, bizim dilimizdən desək, dikbaşlı eləmək yanlışdır. Bununla bağlı etirazınızı bildirə bilirsiniz. Yazılı şəkildə ki, hörmətli müəllim, filan vaxtda filan uşaqla qarşı sizin rəftarınız uşaq hüquqlarının pozulması deməkdir ki, qanunları bilməlisiniz. Və yaxud da müdiriyyətiniz var, Şəmsəddin müəllim, Vəli müəllim, Məmməd müəllim, üstənilən halda mənə tapsaz məni və yaxud da Nizami müəllimi ki, baxın, belə bir hadisə baş verir və bu bizim liseyə yaraşmır. Xahiş edib bundan bağlı ölçü götürülsün, bundan bağlı danışılsın. O baxımdan bizim sizdən istəyimiz çox böyükdür və mən sizdən istəyirəm ki, siz həm savadlı olasınız, mən deyəndə hamımız istəyirik, həm öz haqq və hüquqlarınızı biləsiniz, həm öz milliliyinizi biləsiniz, öz kimliyinizə sahib çıxasınız. Siz kimsiniz, hansı millətin övladısınız? Siz nəyə sahibsiz və nəyi qorumalısınız? Bunları elədiyiniz təqdirdə oxuduğunuz təhsildə önəmlidir və bizim hamımız üçün vacibdir sizin gələcəyiniz. Bax, siz məktəbdə bizim nümayəndəmsiniz, şəxsən mənim nümayəndəmsiniz. Çalışacağım ayda bir dəfə, 2 dəfə, mən olmasam sizin müdürlər olsa sizinlə görüşəcəklər. Deməli, hər məktəbin öz bilgəsi seçilibdir artıq, hə? Nəsimin bilgəsi kimdir? Məktəb bilgəsi.
nəzrin yoxdur deyəsən, hə, burada? Xaricdədir. Bir xərcdədir, bir xaricdədir. Yaxşı. Bəs Qurtuluş filialımızın Mələk buradadır. Demək o Mələk. Əsl bilgə Mələkdir. Bəs Starsda kimdir? Məktəb bilgəsi. Sənsən, eşq olsun, sənətkar bilgə. Tarçalan idin də sən, yoxsa? Kamança. Biz ondan şeydə tanış olmuşuq, tədbirdə. Deməli, məktəbin bilgələri var. Siz nə eləyəcəksiniz uşaqlar? Mənə başa düşürsünüz də. Siz sinifinizdə görüş keçirəcəksiniz uşaqlarınız ilə. Uşaqlar, gəlin problemlərimizi yazaq. Bu görüş nə olur? Bir lövhəyə yazırsınız. Bugün bizim məktəbdə bu problem var. Bugün nə bilim bir yazdınız. Sonra onları nə bilim yer zibillənir. Uşaq şikayətləri olacaq da. Bu artıq sizin probleminizdir. Zibillənir. Biz nə eləməliyik? O qaba doğru düzgün əməl eləməliyik ki, nəyi hara ataq. Çünki bəzən siz də kömək eləməlisiniz. Xadimələrimiz var, təmizləyir, amma uşaqlar doğru düzgün hərəkət eləmir. O yerə atır, nə bilim, o qabı təpikləyir, bir də görürsən dağılır və s. və s. Burada sizin işiniz, durub hamı ilə savaşacaqsınız, siz uşaqsınız, öz yoldaşlarınız ilə düşmən olmağa da çalışmayın. Çünki onlara bir belə müdürlük, nə bilim, rəhbərlik havası göstərsə, düz otur, niyə şırlıq elədin, niyə ora yazdın? Bu deyəndə sizin aranızda toqquşma olar. Amma oturub söhbət eləməlisiniz. Çünki hər sinifdən, əgər siz seçilmişsinizsə, o sinifin ən ağıllıları, ən idealları sizlərsiniz da, belə deyək. Sizlər onlara yol göstərməyi bacarmalısınız. O yolda bir yerdə müzakirə eləyəcəksiniz iclaslarınızda. Sizin sinif rəhbərləriniz var, müdürlərimiz də eşidirlər. Tutaq ki, Nəsimi filialı gəlib desə ki, bizə üstü örtülü stadion verin, verəməyəcəyik. Elə şeylər var ki, bəzən gücümüzün çatmadığı məsələ vardı. Amma elə məsələlər var ki, biz onu həll eləmək gücündəyik. Məsələn, dünən valideynlərimizin rəylərini oxuyuram. Sizin valideynlərin şikayətləri, anonim sorğunun nəticələrində Nəsimi filialından bir valideynimiz yazıb ki, uşaqlar yeməkxanada niyə soyuq su içirlər, olmazmı? O isti su olsun, nə bilim, normal temperaturlu su olsun, qış vaxtı öskürürlər. Mən də müdürlərimizlə həmən yazışmışam. Məlum olub ki, o dispenserləri isti suyunu açıq qoyanda sizin və yaxud da yoldaşlarınız gedirlər, o suyu götürəndə nə eləyirlər? Yaddan çıxır, isti su eləyir, isti su barmağını yandırır, ona görə isti suları bağlayırıq. O zaman soyuq suya möhtəc olursunuz. Soyuq su da sizi incidir. Və yaxud da su içmək istəyən ki, burada bir balaca isti su istəyə bilər də. Ki, ay xala, mənə isti su ver, deyək. Bu şeylər mümkündür. Amma burada sizin özünüzün də inisiativ göstərmək, ağıllı davranmaq, çıxış yol axtarmağınız var da. Biz bunu necə eləyək? Ay müəllim, bizə olar ki, elə qrafinkadakı sular stolun üstünə isti su qoyulsun, biraz ilıq qoyulsun. Siz bunu səsləndirib deyib, yerində əllə eləyə bilərsiniz. Valideynimizə gedib çıxmasın. Yanvar ayının sonunda bizim iclasımız olacaq. Bizdə deməli məktəbdə nə olur? Pedaqoji iclası. Pedaqoji iclasların nəticəsi nədən ibarətdir? İl ərzində, yarım il ərzində biz problemlərimizi səsləndiririk, danışırıq, müzakirə edirik və filan qərarlar alırıq. Mən istəyirəm ki, sizin hər bir məktəbin bilgəsi orada bir 10 dəqiqə çıxış eləsin. Bacararsınız? Burada vacib deyil məktəbin bilgəsi çıxış eləsin. Bu da vardır. Məsələn, ola bilər ki, Mələk deyə bilər ki, bizim yazdıq bir 10 dənə bəndimiz var, problemlərimiz var. Amma bu çıxışı bizdən ən yaxşı eləyə bilər filankəs. Məktəbimiz adına filankəs çıxış eləyəcək. Və yaxud da Mələk özü çıxış eləyəcək, fərqi yoxdur. Və yaxud da nə bilim Nəsimidə və yaxud da Starsda. Problemlərinizi sizin dilinizdə eşitmək istəyirik. Hətta siz o çıxışları hazırlayırsınız, mən yəqin ki, bir müəllimlərimizdən, müdürlərimizdən, müavinlərimizdən bir toplu çıxardırıq. Sizlə birlikdə biz onları müzakirə edirik. Siz problemləri səsləndirirsiniz, biz onlara cavab veririk. Bu mövzuda mən sizinlə bir mənalı şəkildə, belə deyək ki, hazıram. Hətta açıq ictimai çəkilişə belə qorxmuram. Suallarınızı verəsiniz, biz də cavablarımızı verək. Hətta dünən cənab prezidentin çıxışına baxdım, ilham aldım. Gülzar xan bunu təşkil eləsə, hər filialımızın bir bilgəsi, 4-5 sual hazırlayırlar. Mən də məktəbin direktoru kimi otururam. Siz də məktəbimizlə bağlı suallarınızı verirsiniz, biz də onlara cavab veririk. Yəni, hansı problemləri aradan qaldıra bilərik, nəyi necə görürük. Bu mövzuda mən, Şəmsəddin müəllim, Məmməd müəllim, uşaqları tək buraxmaq olmaz. Bunlar balacadılar. Bunlar yol göstərmək lazımdır. O fikirlərini çatdırmaq üçün biraz belə deyək də, redaktə etməyə ehtiyac var. Fikir var, amma fikri bir balaca ədəbi dilə, standartlara uyğunlaşdırmaq üçün sizin görevləndirdiyiniz adamlar və yaxud da sizlər kömək eləməlisiniz ki, onlar o fikirlərini etiraz ruhunda çatdıra bilsinlər. Əgər siz bizə öz
ruhunuz ilə, öz fikriniz ilə, fikirlərinizi bizə çatdıra bilsəz, biz onları alıb əməl edə bilsək, həm liseyimizin daxildə olan problemlərini, bəzən bizim görmədiyimiz problemləri sizin dilinizlə eşidib həll edə bilərik və yaxud da gələcək üçün yaxşı addımlar ata bilərik, həm də sizin gələcəkdə yaxşı bir təşkilatçı, rəhbər olmanız üçün şans yaradıla bilər. Ona görə belə deyək də, siz tez-tez filialınızda görüşürsünüz, çalışın ən azından ayda bir dəfə bütün məktəb bilgələrinin iclası keçirilsin. Formal yox, bunu mən hər müdürümüzə deyirəm. Təşkil edirsiniz, bunlar özləri otururlar, müzakirə edirlər, qərar alırlar, qeydlər aparırlar. Aralarında başa salmaq lazımdır. Çünki sizin üçün təlim keçirilməlidir. Hökmən yazı təlimi keçirilməlidir. İclas necə aparılır, iclasda gündəlik nə olmalıdır. Bütün bunları siz kömək eləməlisiniz, verməlisiniz. Bunları da keçirib sonunda bizə nəticə qoymalıdır. Bizim iclasın qərarına görə sinifimizdə bütün uşaqların hamısı eynəkli olduğu üçün ekranların ölçüsü böyüsün olsun 86. Mütəşrifdir. Baxıram çox adamda eynək var, ona görə yadıma düşdü. Mütəşrifdir. Nəzərə alınmalıdır hansısa bir formada. O baxımdan iclasların keçirilməsində hər bir filial müdürümüz hökmən daxildə biraz azad ruhlu, biraz sosial bir müəllimimizi, müavinimizi ayrı təşkil edirik ki, oradan sizə kömək eləsin. Fikrinizi deməkdən qorxmayın. Amma o zaman qorxun ki, hörmətsizlik eləyəsiniz. Məsələn, durub desəz ki, Şamil müəllim, bu nə papaqdırsa yaraşmır, nə bilim, misal üçün də bənzətməniz də bir kobud olsa, xətrimə dəyə bilər. Amma belə biriniz durub desəz ki, Şamil müəllim, məncə bu iclasda papaq o qədər də sizə uyğun deyil. Yaxşı olardı ki, heç papaq qoymayasınız. Niyə qoymusunuz? Sual verə bilərsiniz. Mən ona cavab verə bilərəm. Niyə qoymuşam, nə üçün qoymuşam? Biz axı nədən danışırıq? Milli liseydən danışırıq, Azərbaycançılıqdan danışırıq, dövlətçilikdən danışırıq. Həmən bu papağı qoymaq ilə başıma sizə göstərmək və demək istəyirəm ki, mən millətimi sevirəm. Mən dəyərimə sahib çıxıram. Bura götürüb hansısa bir, nə bilim, ərəbin şalını da bağlaya bilərdim. Bura götürüb hansısa bir fərqli bir millətin ornamentində gələ bilərdim. Amma mən papağı sizin yanınıza gəlməklə, çünki sizə indi bilgə papağı da qoyacağıq, nişan verəcəyik. Həm sizə papaq bizim türkçülükdə, bizim Azərbaycanda nədir? Qeyrət əlamətidir, kişilik rəmzidir, dürüstlük rəmzidir, tarixdir ki, qoruyuruq. Həm də bir dənə belə xüsusi papağım var. Bunu da mən atam hədiyyə eləyib. Ona görə mən bunu qoruyuram. Özü də quzu dərisindən də orijinalda elə belə papaq deyil. Belə önəmli tədbirlərdə, dəyərli hesab elədiyim adamlarla görüşəndə, mühüm tədbirlərimizdə papaq ilə çıxıram. Ki, bir mesaj verim. Mən ay cəmaət, Azərbaycanlıyam, bundan fəxr edirəm. Ulu Öndər nətər demişdi, mən fəxr edirəm ki, Azərbaycanlıyam. Bunu bir növ geyimimdə, bir növ, nə bilim, hərəkətimdə göstərməyə çalışıram, nitqimdə göstərməyə çalışıram. Bu eyni şey sizdə də olmalıdır. Sizin də sinifdə, məktəbdə, rəftarınızda, davranışınızda, ünsiyyətinizdə, evinizdə ki, göstərməlisiniz. Siz məktəbin bilgəsisiniz. Bilgə nə deməkdir? Sinif yığışıb 10-15 nəfər sizə səs verib. İndi aralarında bilirəm də, belə saxtakarlıq inşallah yoxdur, olmuyor. Bir-birinizi çox istədiyinizdən səs vermələr də bəzən olur. Bu da mümkündür, bu da təbiidir. Amma demokratiya demokratiyadır. Xalq sizin kimi seçib, biz də onu dəstəkləyirik, biz də onun yanındayıq. Siz də bizim bu sinifin nümayəndələrsiniz. Sinif nümayəndələri, haqq və hüquqlarınızı oxuyun. Siz nəyə sahibsiniz? Yəni bilgi olaraq. Hər məktəbin bilgəsinə xüsusi bir paketi var, onu xərcləmək üçün yolu var, falan var. Amma bir də hər sinifin bilgəsi sinif rəhbəri ilə, köməkçi müəllimi ilə, orada dəstəyən müdür müavinlərimiz ilə əlaqədə olur, problemlərimizi çatdıra bilir. Bəzən ola bilər ki, məsələn, tutaq ki, deyək, nə bilim, hansısa bir uşağımızın bir problemi var. Amma biz onu bilmirik. Və bəzən o utanır onu deməyə. O rəfiqəsinə deyə bilər, dostuna deyə bilər. Bu dostu da bunu bilib, gəlib müəllimi ilə məsləhətləşə bilər ki, əziz müəllimim, belə bir hadisə baş verib, uşaq bilsə pis olar. Ona görə mən dedim, bilməsin, amma bu mövzuya kömək eləyin. Misal üçün də, nə bilim, elə bir hadisə baş verib ki, evdə atası əslənib, anası əslənib və yaxud da nə bilim, elə bir hadisədir ki, biz müdaxilə edib kömək eləyə bilirik və yaxud da hansısa müəllim bir kobud söz deyib, uşağın xətrinə dəyib və yaxud da dostlarından biri ondan zarafat eləyib, bu zarafat yersiz olub, xətrinə dəyib. Amma biz bunu astadan digər dostumuza və yaxud da rəhbərimizə dediyimizdə, məsələn, həllə yolunu tapa bilirik. Mən sizdən çox ciddi şəkildə məktəbimizin inkişafı, milli lisey olması, müasir standartlara cavab verməsi, gələcəyin insanını yetişdirməsi baxımından, bilgi Azərbaycanımızın formalaşması baxımından sizdən kömək istəyirəm. Hətta sizinlə lazım olsa bir qrup da yaradacağıq, yəqin ki, bu yanvarı keçirək, problemlərimizi orada bölüşəcəyik. Mən bunu sizdən istəyirəm, maillərim var. Sizin məktəbin, hamı yox, hər məktəbin bir bilgəsi var. Problemlər çıxır. Gördünüz ki, Şəmsəddin müəllim sizin işinizi həll eləmir. Siz məsələ qaldırırsınız ki, biz rəhbərliklə görüşürük. Nizami müəllim var, Nizami müəllim yoxsa Şamil müəllim var. Ki, problemimizi çatdırmaq istəyirik.
Bu sizin haqqınızdır. Haqqınızı deməkdən qorxmayacaqsınız, hüququ müdafiə etməkdən qorxmayacaqsınız, biraz cəsarətli olacaqsınız. Amma savadlı cəsarətli, ağıllı cəsarətli, hətta mədəni cəsarətli olacaqsınız ki, cəsarətiniz hörmətsizlik yaratmasın. Cəsarətiniz sevgi yaratsın, cəsarətiniz məsələnin həllinə gətirib çıxarsın. Bizim bu 5 rəqəmimiz var. Loqomuz arxada görsənir, amma mən sizə elə belə sadalayacağam. Loqomuzu yadınızdadır da, görmürsünüz də, Hədəf Liseyinin loqosu. Aşağı hissəsi nədir? Kök hissəsidir. O kök hissəni biz qoymuşuq özünü dərk. Bunu siz əzbər bilməlisiniz. O 5 nədir? Və bütün uşaqlarımıza da yer gələndə özünü dərk, özünü tanımaqdır. Elinə, obasına, millətinə, dövlətinə, atasına, anasına, müəlliminə sayğı göstərmək, sevgi göstərmək, kimliyinə sahib olmaq. Sən bilməlisən ki, hansı millətin nümayəndəsən, hansı dövlətin vətəndaşsan, hansı elin oğlusan, qızısan və s. və s. Bütün bunları biləndən sonra özünü tanıyacaqsın. Özünü tanıdın, sən bilirsən ki, dünya ədəbiyyatında, nə bilim, cəmaət 15-ci əsrdən sonra əsərləri ilə yadda qalanda biz Nizami Gəncəvilər vermişik bu dünyaya. Nə bilim, dünya elmində hələ, nə bilim, riyaziyyat, fizika, kimya ilə bağlı bugün son 100 ildə inkişaf getdiyi ərəfədə sən biləcəksiniz İbn Sina, Fərabi, Xarəzmi kimi, sənin Nəsrəddin Tusi kimi, Mirzə Ulugba kimi böyük şəxsiyyətlərin olub. Özünü tanımalısan. Birinci özünü tanıdın, əxlaqı yerində olacaq, tərbiyəsi yerində olacaq, söyüşdən uzaq olacaq, ictimai yerdə insanların ünsiyyəti. Bu da sağlamlıqdır. Amma nə olur? Bir adam artıq əsər hərəkətində nə deyir? Deyir, başı xarabdır. Buna da sağlam deyil, yəni sağlam düşüncə sahibi deyil. Ona görə düşüncəniz sağlam olmalıdır. O qolun, bu biri tərəfindəki qolumuzun, qanadımızın adı bacarıqdır. Siz bir insan olaraq özünüzü tanıyandan sonra, sağlamlığınızı qoruyandan sonra bir də bacarıqlı olmalısınız. Bacarıqlı olmaq çox da çətin məsələ deyil. Nəyisə düzəltməyi bacarmaq, nəyisə həll eləməyi bacarmaq. Bir səriştə bacarıq anlayışı var ki, siz oxumasanız da, instituta girməsəniz də, alim olmasanız da bir bacarıqlı olmalısınız. Evdə nə bilim, tutaq ki, çaydanı toqa taxıb qaynatmaq üçün bacarmalısınız, özünüzə bir yemək pişirməyi bacarmalısınız, yemək yeyəndən sonra süfrəni büküb, qatdalayıb, apalıb, yerinə qoymağı bacarmalısınız, nə bilim, və s. bacarıqlar var da. Bir insanın yaşaması üçün birinci özünü tanıyır, sağlam olur və bacarıqlı olur. Bu 3 təməl prinsip sizin üçün vacibdir. Hə, istəyirsiniz daha böyük adam olasınız, o zaman nə olur? Qızı, nə olur? Yaradıcı olur, bir də bilikli olur. Yəni, yaradıcı, artıq yaradıcılıq formalaşdırır sözünüzdə ki, liseydə, məktəbdə alırsınız. Bir də bilikli olmağınızdır ki, savadlı oxumağınızdır, təhsil almağınızdır. O baxımdan bizim sizdən gözləntimiz böyükdür. Mən inanıram ki, siz bu işi bacaracaqsınız. Bugün mən danışdım, indi suallarınız varsa onları da eşidəcəm. Amma sizdən gələn bu ayın axırına, yəqin ki, yanvarın sonu, fevralın əvvəlində biz sizin onun formatını müəyyənləşdirəcək. Ola bilər müdirlər oturaq, siz elə bizə suallar verəsiniz və yaxud da dərin masada oturub müzakirə eləyək. Amma bu məsələlər, problemlərimiz danışılsın. Sonra nə olsun? Həll olunsun. Həll olunandan sonra da daha yaxşı, rahat yaşayaq da nə var ki, bunun artıq nə gözəl bir şey olacaq.